En müqəddəs ad şəhidlik adıdır. Mən İlmarın şəhidlik adına görə fəxr edirəm. En yüksək rütbə, müqəddəs ad Allahın yanında en yüksək ad şəhidlik adıdır. Analarım. İstər əsgər olsun, istər mayor, istər general, istər baş leytenant. Hamısının adı birdir. Şəhid müqəddəs ad. Mənim gözəl analarım, mənim şəhid ailələrim, o qədər mayorlar var, generallar var, olubdu. Onların adı çəkilmir. Dünyasını dəyişiblər, yaddan çıxıblar, əzizlərim. Amma müharibədə şəhid olan adı əsgərin adı həmişə çəkiləcək, həmişə qəbirlərdə yaşayacaqlar. Əziz şəhid ailələrim, sağ olun.